qanunvericiliklə əkin təyinatlı torpaqda tikilən tikilinin məhkəmə qərarı olmadan Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülmə hüququ var. Bəs mənə maraqlıdır ki, yəni bu tikilinin bu vaxta kimi sökülməyi üçün niyə bir tədbir görülməyib, niyə bir əncam çəkilməyib bu məsələyə? Burada qanunsuz tikililər baş verir. Yəni anbarlar inşa olunur, betonlar tökülür, aylarla da bu inşaat davam edir. Və biz neçə dəfə aidiyyatı qurumlara müraciətlərimizi eləmişik, bildirmişik. Bizə deyilən cavab odur ki, tikinti dayandırılıb. Bəs yaxşı, bu tikinti dayandırılıbsa bu boyda, yəni inşaat necə olur ki, gedir hələ də? Aidiyyatı qurumlara müraciət eləmişik hər dəfə, neçə dəfələrlə. Yəni Fövqəladə Hallar Nazirliyi, İcra Hakimiyyəti Abşeron rayon və bizə verilən cavab odur ki, tikinti dayandırılıb. Amma lakin yəni fakt hər şey göz qabağındadır. Bu torpaqlar əkin təyinatlı torpaqlardır. Əmlak Komitəsinin də yəni bilmirəm bu barədə bir məktub göndəribmi, bildiribmi hansısa bir quruma, onu biz bilmirik. Biz öz haqqımızı, hüququmuzu tələb edirik. Biz çağırmışıq ki, yəni bu haqsızlığı, bu qanunsuzluğu bütün ölkəyə çatdırasınız.